Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahummə salli ala Muhammedin və ali Muhammed. Həzrəti Peyğəmbər salavatullah belə buyurmuşdur. Öyrənməyin çətinliyinə səbir etməyən şəxs bir ömür boyu cəhalətin zillətində qalar. Salamlayırıq əziz dəyərli izləyiciləri. Allahın izni ilə meyyitə aid olan məsələləri davam elətdiririk və bugünkü mövzu dəfnin hökmləridir. Vacibdir ki, meyyit elə dəfn olunsun ki, onun iyi çölə çıxmasın və yırtıcı heyvanların ona hücum etməsi olmasın. Və həmçinin əgər yırtıcı heyvanların hücum etmə qorxusu insanda yaransa, o zaman meyyitin üzərinə kərpic və yaxud da bu qəbildən olan əşyalar düzülsün ki, ora heyvan daxil ola bilməsin. Meyyiti torpağa dəfn etmək olmursa, onda onu hər hansısa bir tikilinin və yaxud da tabutun içinə qoyub, kənarlarını da bağlamaq lazımdır. Həmçinin meyyiti dəfn etdiyimiz zaman sağ çiyini və sağ böyrü üzərində elə uzandırılmalıdır ki, bədəninin ön tərəfi üzü qibləyə olsun. Əgər bir şəxs gəmidə dünyasını dəyişsə, gəminin quruya çatacağı müddətə qədər o meyyitin iyisi gəlməyəcəksə və çürüməyəcəksə, onda quruya çatdıqları zaman o insanı dəfn etməlidirlər. Yox, əgər quruya çatmaq artıq gec olacaqsa, meyyitə elə gəmidə qüsul verilməli, kəfənlənməli, hənut edilməli, cənazə namazı qılınmalı və sonradan meyyitin ayağına ağır bir şey bağlayıb dəryaya buraxılmalıdır. Və həmçinin o yerdə meyyiti dəryaya buraxmaq lazımdır ki, həmin dəqiqə yırtıcı heyvanlar, suda yaşayan heyvanlar həmin o meyyiti tez bir zamanda parçalamasınlar. Həmçinin qorxsaq ki, düşmən meyyitin bədənini açacaq, torpağa dəfn etdiyimiz müddətdə meyyitin oradan çıxardıb onun bədən üzvlərini kəsəcək və yaxud da nəyəsə görə istifadə edəcək. Əgər bizdə bu qorxu yaransa, yenə əvvəlki məsələdə dediyimiz kimi meyyiti dənizə atmalıyıq. Meyyiti dənizə atmaq və yaxud da onun qəbrini bərkitmək və bu qəbildən olan şeylər üçün pul meyyitin malının əsas hissəsindən götürülür. Müsəlman şəxs kafir qəbirstanlığında, həmçinin kafir şəxsdən müsəlman qəbirstanlığında dəfn edilməsi icazəli deyil. Hətta müsəlmanı hörmətsizliyinə səbəb olacaq yerlərdə də dəfn etmək icazəli deyil. O yerdəki, məsələn, daim ora zibil atırlar və yaxud da nə hörmətsizlik olan yer varsa, orada müsəlmanı dəfn etmək haramdır. Həmçinin meyyiti qəsb olunmuş yerdə də dəfn etmək olmaz. Başqa ölünün qəbrində meyyiti dəfn etmək üçün oranı açmaq icazəli deyil, amma köhnə qəbir olsa və orada həmin o bastırılan şəxsin heç bir qalığı, əsər əlaməti qalmasa, bu zaman o meyyiti orada dəfn etmək olar. Meyyitdən ayrılan və yaxud qopan bir şey olsun, o da onun bədən üzvlərindən sayılırsa, onunla bir yerdə dəfn edilməlidir. Amma sağ ikən bu insandan çıxan dırnaqdır, saçında olan tükdür, bunları isə torpağa dəfn etmək bəyəniləndir. Əgər bir şəxs quyuya düşsə və orada ölsə, quyudan o insanı əgər çıxara bilməyəcəksə, həmin o quyunun ağzı bağlanmalıdır və ora həmin insanın qəbri sayılmalıdır. Dəfində bir neçə bəyənilən əməl var ki, insan qəbri qazdığı zaman orta boylu bir insanın boyunda qəbir qazılmalıdır. Həmçinin meyyit insanların, qohum əqrabaların ən çox getdiyi və ən yaxın olan yerdə dəfn edilməsi bəyəniləndir. Hətta deyilir ki, uzaq yerdə dəfn edilsə, orada da çox Quran oxuyanlar varsa və yaxud da orada da ziyarətə gələn insanlar çoxdursa, orada da dəfn etmək olar. Və dəfindən sonra və əvvəl oxunan bir neçə dənə də bəyənilmiş dualar var ki, onlar da şəriət kitabında qeyd olunub. Vacib ehtiyata əsasən ata və qardaşın ölümündən başqa yerlərdə yaxanı cırmaq icazəli deyil. Həmçinin üzü və bədəni cırmaq və özünə nəzərə çarpacaq dərəcədə xəsarət yetirmək də haramdır.
Əgər kimsə bir qadının matəmində üzünü cırmaqlaya, üzü qana boyana və yaxud da ki, saçlarını yola, bu insan ehtiyata əsasən ya 10 fəqirə yemək verməli və ya 10 nəfəri geyindirməklə kəffarə ödəməlidir. Həmçinin ehtiyata əsasən meyyit üçün ağlanılan zaman da səs çox ucalmasın. Dəfnə aid hökmləri qeyd elədik. Allahdan hər birinizə müvəffəqiyyət və zehin açıqlığı arzu edirəm. Vəssalamu aleykum və rəhmətullah.